bizim Ayorta elindən 44 günlük müharibədə Valih Nazimoğlu, Abbas Eytibaroğlu, Nadir Ayazoğlu, bizim Səttarın oğlu, adını bilmirəm, onun oğlu da iştirak edir. Bir də bizim əmmimiz balası zabitdir. Hərbi xidmətdə qulluq eləyir Bəkir Tamoğlu. Bu oğullar 44 günlük ölüm-dirim savaşında Azərbaycan torpağının 28 ildən sonra vətənə qaytardılar. Böyük Zəlimxan Yaqub deyirdi ki, çıxan günəşidir sökülən qanın, alır qisasını tökülən qanın, başını uca edir Azərbaycanın. Qələbə, ancaq qələbə. Üstada rəhmət, indi də görürsən edim, ay üstad, sazla astasla müşayiət elə, şairi bura dəvət eləyəcək. Deyir, dünyaya göz açan ay insanoğlu, yaşa kişi kimi, öl kişi kimi. Harama yol açan ay talan oğlu, yaşa kişi kimi, öl kişi kimi. Göz tikib kimsenin varını yeyen, özge bahçasının varını yeyen, namusu tullayıp arını yeyen, yaşa kişi kimi, öl kişi kimi. Yaradan geleni gedeni bilir, yaxşını yamanı seyredir görür. Bir defa doğulan bir defa ölür. Yaşa kişi kimi, öl kişi kimi şeirinin müəllifi Əlxan Yahyaoğlu'nu salamlayıram. Şair buyurun. Söz xildarı. Hoş gördük müəllim. Dəvətimizi qəbul elədiyinizə görə sizə təşəkkür edirəm. Təşəkkür edirəm hamınıza. Birinci növbədə Vidadi bəy, məndən xəbərsiz mənim yaradıcılığıma baş vuran, poeziya dəryama baş vurub, oradan öz üçün lazımı, gərəkli, xalqıma, vətənimə həsr elədiyim şeirləri bir-bir dediyinizə görə baş əyirəm sizə. Yaşa, minnətdaram sizə. Ayorta elinin bugünkü axar-baxarlı günü Elat bayramından sonra bir babaşlarda əmələ gəldi bu ad, el bayramı şənliyi. İkinci də babaşlı Ayortada əmələ gəlibdir. Yaşayın sizi, nə gözəl ki sizlər varsınız. Nə gözəl ki bu şənlikləri bax beləcə nəsildən nəsilə ötürməyi Allah bizə imkan veribdir. Bu imkanı əsrlər boyu yaşatmaq bizim nəsillərə, gənclərə, soydaşlarımıza nəsib olsun. Ayortanın bütün yetirmələrinə, 7-dən 70'e kadar olanlarına, hanım xatınlarına arzu edirəm ki, bu ənənə devam etsin, hiçbir zaman doyurmasın. Çünkü bu elə bir vaxt ki, bunu yaşatmaq üçün müasir zamanında gələcək nəsillər Ayortanın tarixine başvurmaq üçün məhz bu günləri yaşatmaq lazımdır. Hər birimiz buna özümüzün xeyir dualarımızla, bunu özümüzün mənəvi dünyamızda ucaltmaq üçün bax belə yaşatmaq lazımdır. Var olun.